Salam uşaqlar, xoş gördük sizləri. Bugün sizinlə növbəti mövzumuzun izahına baxırıq. Artıq biz sizinlə birinci bölməni, informatika birinci sinif kitabının birinci bölməsini yekunlaşdırmışıq və bugün sizinlə ikinci bölməyə keçid edirik. İkinci bölmədəki dərslərimiz hadisələr və hərəkətlər ardıcıllığıdır. Gəlin baxaq görək dərsimizdə bizi nə qarşılayacaq. Dərsimizin ilk mövzusu əvvəl və sonra mövzusudur. Kitabda gördüyünüz kimi uşaqlar 2 dənə şəkil verilib. Deyir ki, ikinci şəkildə nə dəyişib? Birinci şəkildə nə görürsünüz siz? Masa görürsünüz. Masa üzərində alma, güldanda gül, saat, pəncərə var və pəncərə bağlıdır, pərdə çəkil edir. İkinci şəkildə nə dəyişib? İkinci şəkildə pəncərə açılıb, külək əsir, pərdə yellənir, saatdan bir müddət keçib, almanı kimsə yeyib və güldan aşıb, güllər yerə tökülüb və su yerə axıb. Deməli, burada hansı əşyaların vəziyyəti dəyişib? Saatın, pərdənin, pəncərənin, almanın və güldanın, güllərin vəziyyəti dəyişib. Sonra baxaq, fəaliyyət bölməsində bizə təklif edir ki, parta üzərində dəyişikliklər edin. Əşyaların əvvəlki və sonraki vəziyyətini müqayisə edin. Siz öz evdəki iş masanız üzərində də dəyişiklik edə bilərsiniz. Əvvəlcə əşyaların yerini dəyişib, sonra xatırlamağa çalışarsınız ki, görək onların əvvəlki yeri hara idi, yəni onları haraya qoymaq lazım idi. Nümunədə belə bir şey göstərilir bizə. Əvvəlki vəziyyəti un, sonraki vəziyyəti çörək. Yəni çörək əvvəlcə un olur, undan da çörək hazırlanır. Yəni çörəyin əvvəlki vəziyyəti undur, unun sonraki vəziyyəti isə çörəkdir. Gəlin baxaq növbəti hissəyə. Kağızdan pulqabı düzəltmək. Uşaqlar A4 vərəqi formasında bir vərəqi götürüb ortadan qatlayırsınız. Bu formada ardıcıllığı icra etməklə pulqabı düzəldə bilərsiniz. Gəlin tapşırığa baxaq. Əvvəl nə idi, sonra nə oldu? Əvvəl buğday idi, sonra nə oldu? Sonra uşaqlar çörək oldu. Çünki buğdanı üyüdürlər və üyütdüyümüz zaman un əldə etmiş oluruq. Undan isə nə hazırlanır? Çörək hazırlanır. Sonra baxaq ikinciyə. Əvvəl çiyələk idi, sonra onu bişiriblər və olub çiyələk mürəbbəsi. Sonra baxaq üçüncü şəklə. Üçüncü şəkildə əvvəl yumurta idi, sonra onun içərisindən cücə çıxdı və o oldu cücə. Sonra növbətinə baxaq. Əvvəlcə parça idi və onu tikdilər, oldu don. Sonra növbəti tapşırığa gəlin nəzər salaq. Deyir ki, hansı hərfdən R hərfini düzəltmək olar? Gəlin baxaq görək hansı hərfdən R hərfini. Bundan necəsə R hərfi düzəltmək olurmu? Xeyr, oxşamır yenə də. Bundan R hərfi düzəltmək olurmu? Xeyr, oxşamır yenə də. Amma bunun bu hissəsinə bir dənə belə xətt çəksək, bu hansı hərf olmuş olur? R hərfi olmuş olur. Deməli, hansı hərfdən R hərfi düzəldə bildik biz? Biz P hərfindən R hərfini düzəldə bildik. Digərlərindən isə düzəldə bilmədik. Sonra baxaq görək, sonraki vəziyyəti necə almaq olar? Uşaqlar, bu lentdən bant düzəltmək üçün nə etmək lazımdır? Təbii ki, bunu bağlamaq lazımdır ki, bundan lent olsun, bant olsun. Yaxşı, bəs bundan bunu necə almaq olar? Təbii ki, bunu hava ilə doldurmaq lazımdır. Yaxşı, bundan bunu necə almaq olar? Təbii ki, bunu yandırmaq lazımdır ki, sonra digəri alınsın. Tapşırıq, görək tapşırıqda nə deyir? Bir bağa yaşıl xanadan qırmızı xanaya getməlidir. Sağ, sol, aşağı və yuxarı sözlərindən istifadə etməklə ona yol göstərin. Bağanı bura gətirmək üçün, yəni buradan bura gətirmək üçün bir neçə müxtəlif yol var. Gəlin baxaq görək hansı yollardan istifadə edə bilərik. Bir, uşaqlar, bura gəlib buradan bura gələ bilərik. Bax, bu formada belə gələ bilərik, düzdür? Bu zaman nə etməliyik? 3 addım, yuxarı 3 addım. Sonra, bəs yaxşı, neçə addımda sağa? 1, 2 addım sağa. Sağa, 2 addım. Bir bu formada gələ bilərik. Sonra necə gələ bilərik? 1 addım sağa, 3 addım, 4 addım yuxarı və 1 addım yenə sağa. 1 addım
sağa, bir addım sağa. Sonra 1, 2, 3, 4. 4 addım yuxarı. Yox, 3 addım yuxarı. 3 addım yuxarı. Yuxarı. 3 addım və yenə bir addım sağa. Bu formada da gəlmək olar. Sonra uşaqlar belə də gəlmək olar. Bax, bu formada. 2 addım sağa. 2 addım sağa. Və yuxarı 3 addım. Düzdürmü? Uşaqlar, bir də belə gəlmək olar. 3 addım sağa, 3 addım yuxarı və 1 addım sola. 3 addım sağa, sağa, 3 addım. Sonra yuxarı 3 addım və sola 3 addım, 1 addım. Bununla da gəlib həmin yerə çıxmış oluruq. Sonra baxaq növbəti tapşırığa. Bu vəziyyətlərdən hansı əvvəl, hansı sonra ola bilər? Uşaqlar, əvvəlcə hesab neçə olur oyun başlayanda? Təbii ki, oyun başlayanda əvvəlcə hesab 0-0 olur. 0-0-dan sonra təbii ki, iki tərəfdən biri hesabı açır və 1-0 olur. Sonra isə digər tərəf hesabı açarsa 1-1 olar və ən axırda isə digər hesabı açan önə keçir və 2-1 olar hesab. Sonra deyir ki, burada yoldaşınızı diqqətlə nəzərdən keçirib gözlərinizi yumun. Bu zaman onlardan bir neçəsi əvvəlki vəziyyətini dəyişir. Məsələn, başa papaq qoyur, yerini dəyişir və s. Gözünüzü açandan sonra dəyişikliyi tapmalısınız ki, əvvəlki vəziyyəti necə idi, sonraki vəziyyəti necədir? Bugünlük dərsimiz bu qədər. Sağ olun, özünüzə yaxşı baxın, dərsləri izləməyi və dərsinizə tam hazır şəkildə getməyi unutmayın.